Təyyarənin içərisində bir dənə dizel yanacağının iyi gəlir ki, bu bir sənə ilə bağlıdır. Təyyarənin qoşqusu var, təyyarəni arxaya itələmək üçün dartıcı var. O gəlir dizellə işləyir. Təyyarəni arxaya itələyir ki, dönüb qayıdaq da. Düzdür, dönüb qayıdaq. Dönək qabağa, təyyarənin bilirsiniz ki, arxa paketi yoxdur, yəni zadnısı yoxdur. Həmin avtomobildə o dartıcıda, qoşquda dizellə işləyir. Təyyarə də qabaqdan havanı alır, təyyarənin içərisində olan sərnişinlərə oksigen hava verir. Dizel iyisindən bu bir neçə dəfə də mənim başıma gəlib belənsinə. Hər dəfə demişəm ki, bunu bir çəkiliş edeyim, görüm, bu nə mənfidir, burada nə çatışmazlıq var ki, bunu təyyarənin də resulyasiya düyməsi yoxdurmu? Onu vurasan, təyyarənin o dizel iyini bu qədər yaşlı insan var, burada uşaq var. Həmin iyi içəriyə gəlməsin. Başa düşdünüz? Avtomobillərdə necə resulyasiya düyməsi var, vurursan çöldən içəriyə pis hava qoxusu daxil olmur. Bu təyyarənin bəyəm yoxdurmu? Bu qədər insanı dizel qoxusuna bürüyürlər. Həmin o dartqının dizel qoxusu təyyarənin içərisindədir. Hər dəfə uçanda demişəm, bunu çəkiliş edəcəm. Nə vaxtsa bir pilotun qarşısına çıxar, deyər ki, bu belədirsə mən bu resirkulyasiya düyməsini vurum, qoy çöldən içəriyə pis hava daxil olmasın. İnşallah ki, bir dənə pilotlarımız eşidər. Eşq olsun az pilotlara.